Əmirül Müminin əleyhissalam buyurdu ki, İlahi, ma abədtükə xavfan min iqabik. Ya sənin cəhənnəmin qorxusundan mən sənə ibadət etmirəm. Və la tama'an fi savabik. Sənin mükafatıva görə onun tamahlanıb namaz qılmıram mükafatını. Və lakin vəcədtükə əhlən lil ibadəti fa'abədtük. Mən gördüm ki, sən ibadətə layiqsən. Bizdə o birisinin ikisi də onun içindədir. Yəni adam Allaha ibadətə layiq bilsə, ibadətül əhrar da azadələrin ibadəti. Onu namaz qılsa, Allaha layiq bilib ibadətlə namaz qılsa, o cəhənnəmdən qaçmaq da var orada, behişdə almaq da var orada. Cəhənnəm qorxusundan sənə ibadət etmirəm. Bu sözü o şəxs deyə bilər ki, o günah etmir. Çünki günah edən şəxsin haqqı yoxdur bu sözü desin. Necə yəni cəhənnəm qorxusundan sənə ibadət eləmirəm? Deməli, bu adam günahsızdır, məsumdur bu sözü deyir. Yəni, qətiyyən günahın adama deyirlər, gelsən hələ cəhənnəmdən xilas ol, sonra gələn layiq bil.